Salam, hər vaxtınız xeyir olsun əziz Futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. 11-ci sezonda 2-ci tur çərçivəsində günün daha bir maraqlı görüşündə bir yerdəyik. Məhz bu qarşılaşmada Delta və Porto Bakı kollektivləri üzə gəlirlər. Hər komanda uğurları arzu edirik. Güclü olan qalib olsun deyirik. Meydanın sol tərəfdə biz Deltanın sağ tərəfdə isə Porto Bakını görürük. Bunu da qeyd edim. Bu qarşılaşmada qələbə kimlə yanılacaq? Elnur Bəşirzadə, Porto Bakının kapitanı Vasif Səfiyarov. Atın top oyuna daxil edildi. Təbii ki, 2 dəqiqələr bir qədər aşağı tempdə keçə bilər. Bir qol isə oyunun tempinə təsir etdiyi kimi oyunun seyrini də dəyişəcək. İndi görək görüşdə ilk qol kimdən gələcək? Delta həmləsini izləyək. Burada Məhmədli Tahir rəqiblərlə mübarizə apar. Tahir Azad Abışovda qaldı top. Azad Atda top oyuna daxil edilməlidir. Ozal Məhmədli. Məhmədli Tahir sol tərəfdən yeni bir əmlə qurulacaq. Tahir Hacı Baba ona mane olurdu. Top meydanda saxlama bacardı ötürməsində. Elçin Zeynalov araya girmişdi. Səhvim düzəldim bu. Elvin Bayramov idi. Vasif Səfiyarov. Elçin. Vasif. Hacı Baba ilə oynadı. Hacı Baba Ağamalıyev. Elvin. Bitirmə. Murad Nəzərli yerində. Topun Elnura çatmasına imkan vermədi. Bitirməni oxumuşdu Vasif. Görüşdə favorit tərəf Porto Bakıdır. Bir qədər də bu haqda bəhs edək. Həm heyətə nəzər yetirdiyimiz zaman, həm də iki oyundakı oyunlara bir baxış keçirdiyimiz zaman bu qənaətə gəlmək olar. Amma Delta komandası da heç də pis başlamayıb bu mövsümə və həmçinin bu oyuna. Hərçənd ki, buna görə bu ifadələri qeyd etmək olar. Azad Abışov. Vasif Səfiyarov. Diaqanlı ötürmə. Elvin Bayramov. Eto topladı. Dalaşa bilmədilər Elçin Zeynalovla. Əksəmli ola bilər Delta adına. Ozal Məhmədli ötürmək istəyirdi. Alamadı topa da. Çatmaq, top meydanda saxlama mümkün olmur. Yeri gələnlər bizi xoş gördü. Ekran bəyənənlər sağ olun, var olun. Aşağıda darız görəm. Bizə ayrıca minnətdarım. Nə sağlınız olsa da yaz. Elnur Bəşirzadə. Son müdaxilə. Rəqibdən Əfqan Hüseynov. Məsələ müdaxilə ilə yadda qaldı. Korner. Zərbə cəhdi. Bu İlçin idi. Elnurun həmləsində, Elnurun ötürməsində zərbə indirdi. Alınmadı. Yeni Suraxanı stadionu. Eto! Səsviyə baxış atdı, amma bu şırtma zərbə idi. Bir qədər də uğurla alınmadı. Vasif Azad Abışov. Görünür ki, Delta komandası rəqibdən çəkinmir. Favorit tərəfə qarşı yaxşı mübarizə aparırlar. Həmçinin bu sözüm, bu ifadəm bir qədər də təsdiqini tapsın deyə 3 dəqiqələrində pressing edir Delta komandası. Bunu da vurğu edək. Elvin Bayramov. Elçin topu qapının üzərinə vurdu. Uğurla alınmır əmirlə. Qapıdan zərbə olacaq. Murad Nəzərli. Toğrul Vəliyev. Əfqanla oynadı. Elnurun əmləsi vardı. Elnur Bəşirzadə topu meydanda saxladı. Ama qapçıya ötürmə verir görüşdə. Hələ ki qol yoxdur, qolsuz bərabərlik davam edir. Komandaların həmlələri olsa da hələ ki bu çərçivəyə torlara yollama mümkün olmayıb. İndi zərbə Elvin Bayramovdan alamadı. Elnur Bəşirzadə yenidən etonu düşürmüşdü. Əksəmli olacaq Məhmədli Tahir. Sol cinahdan, sol tərəfdən yeni bir əmli ola bilər. Ozal Məhmədli pressing edir, qazandı. Zərbə alınmır. Sumqayıt komandası məğlub oldu. 4-8 hesabı ilə Leicester komandası qələbəyə qazandı.
Fərmanov Asif. Asif Alsat. Yavaş-yavaş oyunda hərəkətlik, zərbələrin sayı çoxalır. Bir qapıdan zərbə olacaq Murad Nəzərli. Ara ötürməsi, zərbə. Azaddan keçid yoxdur. Yeni gəlinlər, biz xoş gəlmişsiniz. Ekran bəyənənlər, sağ olun, var olun. Minnətdarım. Elnur Beşirzadə. Elnur, alacaq əmlələr. Bu da bir qədər komanda yoldaşı da onu çaşdırdı. Elnur Beşirzadə. Port adına yeni bir əmlə olacaq Vasif. Elçin Zeynalovdur. Eto. Elvin daman ötürməsi Elçin. Fıqan orada. Qapısını su ortaladı, keçid yoxdur. Hacı Baba Qamalıyev. Eto, zərbə. Nəzərlidən keçid yoxdur. Ekran bəyənənlər sağ olun, var olun. Minnətlərim. Aşağıda darınızı görürəm. Teşekkür ederim. Efkan Hüseynov. Ozal Məhmədli. Bir qədər mərkəzdə sakitində ötürmək komanda yoldaşına. Yenidən Ozal. Bu zərbə. Çox pis alın. Vasif Səfiyarov. Elçin Zeynalov. Yəqin ki, Elnuru düşürəcək. Məsələ də oldu. Burada rəqibin əmləsi var idi. Hansı ki, Xəlil Cəlal müdaxilə etdi. Atanayın baxımlı qola imza atmışdı Cəlal. Onu xatırladım top onda olduğu zaman. Hacı Baba Qamalıyev. Elvin Bayramovla Elnur Bəşirzadə bir-birlərinə başa düşmədilər. Hər ikisi istiqamətlənmişdi, hər ikisi hərəkətlənmişdi topa doğru. Vasif Səfiyarov. Elçin Zeynalov. Delta komandası bu dəqiqələrdə meydanın özlərində olan hissəsində bir qədər müdafiə olunur. Gördük ki, sizin kontratakla oynayacaqlar. Topa nəzarət isə Portabakadan yanadır. Elçin. Vasif Səfiyarov. Eto. Eto Murad. Keçid yoxdur. Kör nöqtə idi bu iti. Bucaq altında zərbə gəlsə də Murad keçid vermədi. Korner. Vasif, Elçin zərbə. Herkesi intizarda saxladılar, amma nəticə hasil olmur. Cəlal. Cəlal zərbə Alsat. Rasif. Ozal Məhmədli. Məhmədli Tahir. Hacı Baba uğurla topu, Hacı Baba Qamalıyev, Elnur Bəşirzadə. Elfin Bayramov. Asif Eto.
Allah cəmlələr, zərbə, son anda Murad. Səfərova keçid vermir. Eta Marse dönüşləri ilə. Marse dönüşü ilə keçmişdir rəqiblərini, ötürmə verdi Elçin. Rasif Səfərov. Hacı Baba Qamaliyev. Orta vakandan yeni bir əmlə qurulacaq. Görüşdə isə artıq 11-ci dəqiqə bitmək üzrədir və qolsuz bərabərlik var. Elə ki, əmlələrə rəğmən qol gəlməyib. Fərqlənən kəs yoxdur. Delta adına bir əmlə ola bilər. Hacı Baba orada topun Ozala çatmasına imkan vermədi. Zeynal Zabarov. O Əfqanı əvəzlədi. Görüşdə ilk əvəz etməkdir bu. Tahir çox gözlədi, çox. Referi bildir ki, korner olmalıdır. Texniki zonaya ehtiyatlar skamyasına nəzər yetirirəm. Delta adına 3 oyuncu var. Əvəz etmələr baş tutduğu zaman təbii ki, nəzərinizə çatdıracam. Porta Bakıda adına isə yalnız bir oyuncu. Bu da Elvin Şirinlidir. Yalnız görüşdə elə ki, bir əvəz etmə, bir dəyişiklik görmüşük. Bu da bir qədər əvvəl bəhs etdiyim Zeynal Zabarov. Meydana daxil olub. Məsələn, Əfqan Hüseynov əvəzləmişdi. Elvin Bayramov. Elnur. Elnur Bəşirzadə alınmadı. Yaxın məsafədən bu şansı qaçırdı. Qapının üzərinə vurdu və həmçinin deyəsən bir toxunuş da var idi. Bəs korner. Ekran bəyənənlər sağ olun, var olun. Aşağıda darız görəm, hər bir izah edəcəm. 10 minədə sonra deyənə. Xəlilov Cəlal. 2 nəfərin həyatəsini ötürmə verdi. Ozal Məmməddir. Bu Zeynaldır. Bir qədər mərkəzə çəkildi. Delta dəmlə izləyəcək. Zeynalın zərbəsi Hacı Baba. Özünü sipər etdi. Zərbənin qarşısını kəsməyə bacarmışdı. Cəlal yenidən bir əmlə qurulmalıdır. Mərkəzdə yenidən Zeynal. Sonra Cəlal özü zərbə indirməyi seçir, amma topu qapının üzərindən vurdu. Səfərov. Elnur Bəşirzadə, Elçin Zeynalov. Rasif. Allah cəmlələr. Keçir rəqiblərini. Zərbə Murad. Nəzərli. Elə ki, qapısını toxunmaz saxlama bacarıb, eyni sözlərdə Azad Abuşov üçün də qeyd etmiyorlar. Çünki elə ki, qol yoxdur meydanda hər iki tərəf. Həmlələr qursa da sənə alda nəticə hasil olmayıb. Tahir topu çox yaxşı saxladı, amma rəqib üçün. Təbii ki, bu bir istehzadır. Rasifin zərbəsi keçmədi. Əks həmlə olacaq. Eto. Rasif'le oynamıştı. Elnur. Burada bir dəqiqəlik time-out. Nurullah Yusif gedişatdan narazı görünür və bir dəqiqəlik time-out götürdü. Yeri gəlin hər biriniz xoş gəlmişsiniz, hər birinizi xoş gördük. Fasilə yaramışkən, nə sualınız var yazın, mən də cavablandırım. Var mı sualınız? Ekran bəyənənlər, sizlərə ayrıca minnətdaram, çox sağ olun. Bir-bir adınızı səsləndirməsəm də aşağıda adlarınızı görürəm.
Bu cəhətdən sizlərə minnətdaram. Burada hər gün oyun olur. Xeyr. Həftənin 3 günü. Göy forma girən komanda Porto Baku. Hesab 0-0. Orada Daymat da artıq bitir. Eto! Rasif. Hacı Baba. Aliyev, Rasif Səfiyarov. Elçin Zeynalov. Arı ötürməsi. Elçin zərbə. Yenə alınmadı. Deltan oyuncular məni də əmləyə qatmaq istədi. Mənə doğru bir ötürmə idi bu. Ozal Məmməddir. Qaplan zərbə Murad. Nə zərli. Altta topa ilə daxil edildi. Asəf. Deltan yeni bir əmləsini izləyəcək. Asəfin zərbəsi. Rekaşet də var idi orada, amma Azad Abışov dəf etməyə bacarmışdı Vasif. Ara məsafəsi istənildi və indi korneri yeni yetiriləcək. Geri doğru ötürməkdir bu Elvin Bayramov. Eto, çox dəqiq zərbələri var. Amma yox, indi onlardan birini izləyə bilmədik. Murad Nəzərli cəld şəkildə Ozala doğru ötürmə vermək istəyirdi. Ozal Məmmədli həmlə etsə də ram edə bilmir. Heç toxuna belə bilmədi. Elnur Bəşirzadə. Kapitan gerdən əmləni quracaq. Elnur Bəşirzadə. Etonu qatdı əmləyə Elvin Bayramov. Elçin Zeynalov ötürmə keçmədi. Ozal. Orada rəqibini aldatmağa bacardı. Azad Abışov qapısını tərk etmişdi və öndə qarşıladı. Keçid yoxdur. Murad Nəzərli. Asəflə yeni bir əmlə. Diaqanlı ötürmə. Ozal Məmmədli. Top meydanda saxladı. Burada Eto rəqibinə feyk atır. Rasif Səfiyarov. Eto keçə bilmədi rəqibinə. Əksəmli olacaq. Zərbə dirəyə dəydi. Öndəki ən real gol epizodlarından biri. Rasif. Məsələn, onun zərbəsi dirəyə dəymişdi. İndi ötürmə. Eto üçün keçmir. Yenə müdafiə. Bu səfər Cəlal müdaxilə etdi. Hacı Baba. Rasif. Bu dəqiqələrdə təsiqi bir qədər də artırıb Porto Baku kollektivi. Fərqlənmək istəyirlər.
Görüşdə isə artıq 20 dəqiqəni geridə qoyduq. Son 5 dəqiqə. Hacı Baba, Elçin Zeynalov. Ara ötürməsi Elnur Bəşirzadə öndə. Eto ötürmə gözləyir. Elnur özü irələdi. Elnur top özünə bir qədər reali buraxdı. Cəlal. Dair variantda ötürmə gözləyən. Cəlal. Hələ də topladı. Zeynal. Cabarov. Hacı Baba Qamaliyev. Və Elçin Zeynalov qazanmaq istəyirdi. Hacı Baba səhvlənmə varsa para Qamaliyev. Rasif Səfiyarov. Rasif. Üçün zərbəni ağlamışdılar. Zərbə imkanı vermədilər ora. Elnur Bəşirzadə Portobakın əmləsi davam etməlidir. Eyni istiqamətdə 3 oyuncu var idi. Rasif Səfiyarov top torlara yollansa da top eləməz Rasifin əlinə dəymişdi. Təbii ki, qol qeyd alınmır. Hətta rəqib adına cərimə zərbəsi. Burada daha bir dəyişikliyi baş tutur. İki hissənin sollarına doğru Delta heyətini Yusuf Nurullayev Rasəfi yanına çağırdı. İndi onun əvəzinə kim meydan daxil oldu qeyd edəcəm. Babayev Royal meydan daxil olun. Yeni oyuncudur. Bir daha qeyd edim. Asif əvəzləyib. Rasif. Alınan cəmlələr. Zərbə keçmədi. Hacı Baba Qamaliyev. Eta. Bir rəqibini yola saldı. Ötürmək keçmir. Elçin Zeynalov. Nə edəcək? Hacı Babanı tapdı Qamaliyev. Burada bir qədər top özünə irəli bıraxmışdı, amma itirmədi. Elnur Bəşirzadə. Burada nəzərlidə qaldı. Cəlal. Mərkəzə doğru Tahir. Cəlal gözləmirdi bu ötürməni. Yeni Ramana məğlub oldu. 4-8 hesabı ilə səhv etməmişəm. Yaxud 7-2 idi. Deyəsən 2-7, bəli. 2-7 hesabı ilə məğlub oldu. Murad Nəzərli. Hacı Baba. Bu arada iki hissədə artıq son dəqiqə oynanılır. Bunu da qeyd edim. Qolsuz bərabərlik var. Deyəsən, komandalara fasilə qolsuz bərabərliklə yollanacaqlar. İndi Zeynal keçmədi sərvərdə. Babayevin əvləsi var idi. Təkrar zərbə indirə bilmədi Cəlal. Onda zərbəsi keçmir. Elçin Zeynalov, Elnur Bəşirzadə. Eksum şansı ola bilər Elnur. Deyət oynanılmaq istəyir. Cəlal onun qarşısını kəsdi. Keçid yoxdur. Eksum şansı. 3-2 yaxalayıblar rəqibi Cəlal. Ötürmək üçün gecikilmişdi. Məhmədli Tahir. Eta. Murad Nəsərli. Keçid vermədi. Rasif. Zərbə alınmır. İlk hissənin son əmləsi idi bu. Son cəhdi idi bu. Referi ilk hissəni bitirdi. Komandalar 0-0'lık bərabərliklə fasilə yollanır. Neçə ayrılmırıq fasilədən sonra yenidən bir yerdəyik.